gözümdə canlandı koskoca mazim. Salam, necəsiz? Uzun müddətdir ki, buralarda yox idim. Artıq yenidən fəaliyyətdəyim. Sonuncu videomu yanvar ayında paylaşmışdım və yanvar ayından bu yana həyatımda o qədər dəyişən şeylər olub ki, yaxşı mənada təbii ki. Deməli, mən yanvar ayından etibarən intensiv olaraq terapiya alırdım, terapiya dəstəyi alırdım. Və bu terapiya müddətində öyrəndiklərimin bir hissəsini və hansı ki, oxuduğum kitabdan aldığım nəticələrlə bağlı sizlə bir video bölüşmək istəyirəm. Videomuzda danışacağım əsas nüans bu kitab haqqında olacaq. Yəni məndə xüsusi bir yeri var, bilmirəm, yəni sanki bir bağ qurmuşcasına çox sevirəm artıq bu kitabı. Və düşünürəm ki, hər qadın həyatında mütləq şəkildə yaşından asılı olmadan bu kitabı mütləq şəkildə oxumalıdır. Siz heç ümumiyyətlə düşünmüsünüz ki, anamızın hər hansısa bir xarakterini, hərəkətini, davranışını, reaksiyasını və yaxud həyat seçimlərini özünüz belə bilmədən təkrarlamağa başlamısınız. Yəqin ki, düşünürəm ki, əksər qızın ən böyük problemlərindən biridir və uşaqlıqdan həmişə anasını görüb onun bəzi gəldiyi mövqedən və yaxud davranışından, reaksiyasından biz çox vaxt bu cümlə işlədirik ki, mən heç vaxt anam kimi olmayacağam. Amma illər keçdi və başa düşürəm ki, indi yəni həqiqətən bu yaşımda başa düşürəm ki, bəzən həyat bizim planladığımız kimi getmir və ən əsası bəzi şeylər bizdən asılı olmadan baş verir. Elə mənim həyatımda da məndən asılı olmadan baş verən, məndən asılı olmadan deməyim də, bu həyatda hər şey bizdən asılıdır, amma ki, belə deyim, şuuru şəkildə dərk eləmədən baş verən bəzi şeylər var idi ki, mən sual verirdim ki, bu niyə belə olur? Niyə belə olur? Mən o niyə tapmağa çalışırdım və bu səbəblə də terapiyaya başladım. Seansım terapiya zamanı psixoloqumun mənə önərdiyi bir kitab oldu. Biz danışdıq. Mənə dedi ki, mütləq şəkildə bu qızlar annelərinin kaderini yaşarmı? Bu kitabı al oxu. Mən əslində psixoloqumu, anam da bir 4-5 il əvvəl anamı da aparmışdım və 2021-də aparmışdım. Mən 2021-də getmişdim. 2022-də anamı aparmışdım və 2026-da yenə 5 il sonra mən özüm yenidən terapiyaya başladım. Mənə dedi ki, mütləq şəkildə al o kitabı oxu. Mən o kitabı oxudum. Kitabın ilk səhifəsini açdığınız andan ümumiyyətlə yəni belə donub qalırsınız. O qədər məni, ailəmi, cəmiyyətimizi yansıdan nüanslar var ki orada və hamısı elmi əsaslarındandır. Yəni bu kitab mən düşünürəm ki, hər qadının həyatında oxumalı olduğu kitabdır. Yəni möhtəşəmdir. Təbii ki, bəyləri də oxuya bilər, amma düşünmürəm ki, Azərbaycanda bu kitabı oxuyacaq bəylərimiz olsun. Təbii ki, istisna qaydaları pozmur, amma yenə də əsas mövzumuz əslində bir növ psixologiya və biologiyanın birləşimi olacaq. Epigenetika və psixologiya. Epigenetika nədir? Biz normalda elə bilirik ki, bizi ailəmizdən, nəslimizdən sadəcə göz rəngimiz, boyumuz, saç rəngimiz, saçımız, bu nüanslar bizə ötürülür. Amma əslində belə deyil. Bizə ailəmizdən, hətta nəslimizdən travmalarımız, depressiya meyillilik, düşüncələrimiz, qorxularımız, bunların hamısı bizə ötürülür. Yəni bunlar əslində biz elə bilirik ki, həyatda yaşanılır və əldə olunur. Əslində bu belə deyil. Deməli bununla bağlı da bəzi araşdırmalar eləmişəm. İndi sizə araşdırmaları oxuyuram. Deməli Rachel Yehuda təcrübəsi var. Bu laboratoriyada siçanlara albalı çiçəyi qoxusu ilədilir və eyni anda ayaqlarına yüngül elektroşok verilir. Bir müddət sonra siçanlar sadəcə albalı qoxusu gələn kimi qorxudan tir-tir əsməyə başlayırlar. Bura qədər hər şey normaldır. Yəni bu travmadır əslində. Amma möcüzə sonradan baş verir. Bu siçanların övladları, hətta nəvələri belə hansı ayaqlarında heç vaxt elektroşok görməyiblər, albalı çiçəyi qoxusunu alan kimi dərhal panikaya düşürlər. Elm də sübut edir ki, travma DNT-nin kimyəvi etiketlərini dəyişdirir və gələcək nəsillərə ötürür. Biz buradan nə başa düşə bilərik? Bizim ulu nənəmizin yaşadığı hisslər, travmalar bizə ötürülür. Ötürülməklə yanaşı bizim taleyimizi də dəyişdirir. Bilmirəm, baxmısınız yoxsa yox, Evrim Ağcanın belə bir videosu da var ki, orada belə bir cümlə işlədir. Yəni bizim hal-hazırda yumurtalıqlarımız, biz nə hisslər keçiririksə, yumurtalıqlarımız belə o hissləri özündə saxlayır və bizim gələcək nəsillərimizə ötürür. Bu elmi cəhətdən təsdiqlənmiş bir sübutdur. Siçanlardan əlavə insanlar üzərində də belə bir təcrübə problem, indi sizinlə o təcrübəni bölüşürəm. Deməli, yenə psixiatriya professoru Rachel Yehuda Holocaustdan, yəni Yahudi soyqırımından sağ çıxan ana və 11 sentyabr terrorunda hamilə olan qadınlar üzərində apardığı bir araşdırma var.
Bu araşdırmada analardan doğulan uşaqların bioloji olaraq kortizol, yəni stress hormonunun səviyyələrinin normal insanlardan, digər insanlardan çox-çox yüksək olduğunun fərqinə varıb və onların depressiyaya, həyəcan pozuntusuna daha çox meyilli olduğu sübut olunub. Yəni biz ana bətnində və ya həyatında yaşadığı keçici olmayan ağır stress uşağın sinir sistemində, belə deyim, zavod nizamlanmasında, yəni default olaraq əvvəlcədən yerləşdirilir və belə hallarda uşaq dünyaya daha çox qorxulu, müdafiəsiz, daha stressli və daha həyəcanlı şəkildə göz açır. Yəni bir növ elm sübut eləyir ki, mənim anam hansı sinir sistemindən keçibsə, bir növ mən də o sinir sistemindən keçirəm. Bu kitabda belə bir alıntı var. İndi onu sizinlə bölüşürəm. Bu topraklarda çoğu çocuk anne babasının ebeveyni olaraq büyüdü. Acı bir reallıq gördüm bu hissədə. Biz çoxumuz uşaqlıqda əgər anamız əziyyət keçibsə, çətin yollardan keçibsə, biz deyirik ki, ya mən anam kimi olmayacağam, yaxud da ümumiyyətlə onu keçib qurtarmaq istəyirik bu acınacaqlı bir həyat. Əslində psixologiya sübut eləyir ki, biz onu keçib qurtarmaq əvəzinə onunla eyni taleyə yaşamağa başlayırıq. Və elə düşünürük ki, biz eyni taleyə yaşasaq, eyni şeyləri yaşasaq, eyni belə deyim, həyatı bölüşsək, anamızı ancaq bu vəziyyətdən xilas edə bilərik. Əslində bu belə deyil. Mən özümə nümunə gətirirəm. Mən həmişə uşaqlıqda anam mənə nəyisə bildirəndə mən həmişə ona bildirib deyirdim ki, sən niyə belə bir seçim eləmisən? Sən görmürdünmü? Ali təhsilli insan idin və sənin səhvindir. Belə mən heç vaxt sənin kimi olmayacağam və s. və s. və s. Mən həmişə belə sözün əsl mənası anamı qınamışam və illər keçib və mən başa düşürəm ki, çox səhv bir hərəkət eləmişəm və artıq anamı qınadığım şeyləri özüm eləməyə başlayanda bir fərqindəlik yaranır ki, mən bunu belə istəyərək eləməmişəm. Və hətta psixoloquma nəsə bir nüans olurdu. Deyirdim ki, bu mən deyiləm, yəni mən belə olmamışam, mən deyiləm, yəni, bu mənim fikrim deyil, mənim düşüncəm deyil, mən bu Aysun deyiləm. Və demək daha dərindən enəndə mən başa düşürəm ki, məsələn bu bəzi xarakterlər xalamdan, bəzi xarakterlər nənəmdən, bəzi xarakterlər anamdan. Yəni keçib. Yəni bu danılmaz bir faktdır. Çünki ana xətti ilə bütün hər şey bizə ötürülür. Mən yanvar ayından bəri terapiyada öz üzərimdə işləyəndə fərqinə vardım ki, mənim ani qorxularım, münasibətdə verdiyim kəskin reaksiyalar, insanlara qarşı olan davranışlarım, düşüncələrim əslində mənim deyilmiş. Mən fərqində olmadan anamın, nənəmin, xalamın, amma yəni mənim ruhumun belə xəbəri olmadığı hansısa bir dırnaqarası elektroşokun təsirindəyəm. Onları yaşayıram. Və psixoloqumun mənə məsləhət gördüyü bir sual var idi. Mən nəsə hiss edirdimsə, o an sual verməli idim. Bu hiss mənim öz hissimdir, yoxsa mənə miras qalıb? Yəni bu sual verdiyiniz an onsuz hər şey belə deyim, çözülməyə başlayırdı. Siz fərqinə varsınız ki, tamamilə indiyə qədər yaşadıqlarınız hər şey sizə ötürənlərlə bağlıdır. İndi istəyirəm ki, bəzi nüanslar var ki, hansı bu kitabda onların altına xətt çəkmişəm və belə spontan olaraq onları həm sizə oxuyum, həm də başa düşdüklərimi və öyrəndiklərimi sizlə bölüşüm. Məsələn, annemizə olan qızğınlığımız, onu eleştirdiyimiz yönlərindən dolayı asla onun gibi olmak istemeyişimizdir. Küçük bir çocukken kendimize verdiğimiz bir söz vardır. Ben asla annem gibi olmayacağım. Ancak bu da kendi yazdığımızın girdaplarından birisine dönüşür ve bizi en çok kaçtığımız kuyuya doğru çekip yutar. Və bu cümlə tamamilə mənim həyatımın özətidir. Nəyi anamda qınamışamsa, hər şeyi bir-bir yaşamışam. Artıq anam qınamağı dayandırmışam. Qınamaq ümumiyyətlə bu kitabda qınamaqla bağlı o qədər gözəl nüanslar var ki, bu fərqindəlik yaranandan sonra həyatımdan bəzi insanlar çıxmalıdır. Və Instagramda bir story paylaşdım. Bir qız, yaxın olduğum, dırnaq arasında yaxın olduğum, yəni mən ona elə yanaşmırdım təbii ki, o elə yanaşırmış. Koynumda yılan besləmişim, haberim yox. Bir var qınamaq, həqiqətən. Bir də var ki, qınamaqdan sonraki o lağ leveli var, yəni bilmirəm yaşamısınız yoxsa yox. Mən normalda həmişə qadının yurdudur insan olmuşam. Kimliyindən asılı olmayaraq da, yəni necə bir problem ola bilər ki, mənim üçün mən qadının tərəfini tutmamalıyam. Yəni bu riski çox az olan bir hallarda baş verə biləcək bir şeydir. Və qız artıq qınamağın yəni bir üst levelidir də, yəni lağ eləyərək qınayır. Başa düşürsüz bu hissi? Qızın mesajını gördüm. O qədər mənə belə təsir elədi ki, o nüans. Və dedim ki, mən bu deyiləm. Mən bu olmamışam və olmayacağam da. Mən ilahi ədalətə çox güvənirəm və adım kimi əminəm ki, yəni o qız
yaşadığını, qınadığını yaşamadan ölməyəcək. Mənim həyat fəlsəfəm ümumiyyətlə bu iki nüans üzərində qurulub. Bir, insan yaşatdığını yaşamadan ölmür. İki, insan qınadığını yaşamadan ölmür. Və ona görə də bunu o qədər çox həqiqətən səmimi qəlbdən o qədər çox inanıram ki, və mən bilirəm ki, yaşayacaq. İlahi ədalətə güvənirəm. Bir nüans da var burada. Deyir, kader bizim elimizdən aldığı şeyin daha iyisini sunmaq üçün yapar bu sınavı və sınava iyi hazırlananlar üçün kolaydır. Əslində mən öz həyatımda fərqindəlik seçərək, terapiya zamanımı ayıraraq bu imtahana hazırlaşıram, belə deyim. Həyatımda çıxmalı olan insanlar çıxır, həyatıma daxil olmalı olan insanlar daxil olur. Bu həyatda bizim həyatımıza girən heç nə və heç kəs təsadüf deyil. Mən ümumiyyətlə təsadüflərə inanan bir insan da deyiləm. Düşünürəm ki, hər kəsin bir səbəbi var və mənə bir dərs öyrətmək, yeni bir şey formalaşdırmaq üçün mənim həyatıma daxil olublar. Bu kitabda həmçinin, yəni məlumatlarla, oxumaqla yanaşı bəzi terapiya çalışmaları da var ki, məsələn, onları da sizə bildirir. Yəni burada belə bir sual meydana çıxırsa ki, əgər yaxşı, mənzərə bu qədər ağırdısa, bunun həlli mümkündürmü? Əlbəttə mümkündür. Epigenetika ən gözəl tərəflərindən biri də odur ki, o dinamikdir. Əslində DNT-nin üzərində olanlar silinmir, amma dəyişir. Yəni buna da elmdə hətta neuroplastik adı da bildirilir. Sizin hal-hazırda epigenetikanızı öz üzərinizdə dəyişməyiniz nəinki sizin özünüzdən sonra gələcək nəsillər üçün belə böyük bir yatırımdır. Yəni sizin nəvəniz, nəticələriniz, hətta kötücələriniz belə sizin özünüz üçün hal-hazırda bu dünyada özünüz üçün elədiyiniz hər bir şeyin bəhrəsini gələcək zamanlarda görəcək. Növbəti, erkek olarak doğulması beklenmiş kız çocuklarının öyküsünü dinledikçe bu yenilgi duygusunu anlayabiliyordum. Ben de erkek olarak beklenmiş bir kız çocuğuydum bu ilə qədər. 21 ildir davamlı bunun fəsadları bu travma fəsadları ilə yaşamışdım. Ta ki bu ilə qədər. Bu il həm anamla, həm atamla yüzləşmə bir mərhələm oldu. Və o qədər belə həyatımda bir dəyişiklik baş verdi ki, yaxşı mənada. Və mən üzləşməyə sövq eləyən cümlə də bu cümlə idi. İndi oxuduğum cümlə idi. Çünki mən kitabda oxuyanda özünüz görəcəksiniz ki, nələrə fəsad olub. Və görürəm ki, eyni oxşar belə taleylər var idi və taleyin sonunu oxudum. Dedim ki, yox, mən dəyişməliyəm. Və belə bir yüzləşmə elədim. Heç peşman deyiləm. Çox xoşbəxtəm. Bu qədər məlumatı verdin. Nə edək, necə edək? İlk növbədə bunu deyirəm ki, alın bu kitabı oxuyun və daha çox fərqindelik qazanacaqsınız və həqiqətən hiss etdiklərinizdə ilk verilən sual bu olacaq ki, bu mənim öz hissimdir, yoxsa mənə miras qalıb. Birinci sual bu çox kömək edir. Növbəti, əgər imkanınız varsa terapiyaya getmək. Mənim həyata baxış bucağımı çox dəyişib və bəzi şeylərin fərqinə varırsan, bir necə deyim, belə olgunlaşma gəlir insana. Başa düşürsən ki, həyat sadəcə sənə baxdığın pəncərədən ibarət deyil və bir şeyin fərqinə varmışam ki, yüksək fərqindəlik biraz acı gətirir özü ilə bərabər özlüyündə. Düşünürəm ki, bəzi şeylər dəyişmək, ümumiyyətlə çox şey dəyişmək bizim əlimizdədir. Və bizim elədiyimiz hal-hazırda indi özümüzə elədiyimiz yatırım, yəni tək bizim üçün deyil, yenə bildirdiyim kimi, gələcək nəsillər üçün ümumi bir yatırımdır. Əgər bu videodan sonra kitabı oxuyacaqsınızsa, fikirləriniz mənim üçün çox önəmlidir. Həqiqətən kitabın şəklində onu yerləşdirəcəm. Sizdən də fərqindəliklər oldu. Həm anonim şəkildə, həm Instagramdan, həm də yorumlara da yaza bilərsiniz. Fərqi yoxdur. Geri dönüşləriniz mənim üçün çox maraqlıdır. Bir şeydən unutmayaq ki, dünyadakı insanlar, qadınlar və qadınların uşaqlarından ibarətdir. Ona görə də nə qədər özünüzə yatırım eləsəz, nə qədər özünüzü xoşbəxt hiss eləsəz, dünyadakı insanlar üçün bir o qədər xeyir eləmiş olursunuz. Bura qədər izlədinizsə, nə xoş mənə. Ümid edirəm ki, sizə nələrsə bir şey qatdım, öyrətdim, öyrətməyə çalışdım. Öz fikirlərimi sizdən bölüşdüm. Kanalıma abunə olmağı, like atmağı və yorum yazmağı unutmayın. Sağ olun.